Selamlar, hörmətlər. Dünəndən ürəyim paramparçadır. Odur ki, hamı bilir, İsrail məmləkətimizə saldırıb, Təbrizimə, Azərbaycanıma, ana doğum torpaqlarıma saldırıb. Mən çoxtər buna narahatam ki, bir sürü başı xarab gəlirlər, söyünürlər və İsraili alqışlırlar. Siz hansı vicdanla bir cinayətkar rejimin dalısında durmuşsunuz ki, 76 ildir uşaq qanı töhmağımla ayaq üstündə durubdur. Yaxında İsrail töhdüğü qanların içində xüsusən Netanyahu boğulacaqdır. Bu savaşı, bu müharibəni İsrail başlayıb. Amma inanıram ki, İran ona son verəcəkdir. Çünki bu vədə Quranda da gəlibdir. Artıq vaxtıdır ki, İran bu cinayətkar rejimi yerində oturtdura. Siz necə deyirdiniz ki, İsrailin bizlə işi yoxdur? Hani yoxdur? Hani yoxdur? Məgər bir ölkə hökumətlərindir, məgər bir ölkə dövlətindir, bir ölkə millətindir. Necə eləyə bilərsiniz millətin tikkə olmağından sevinəsiniz? Allahdan istəyirəm ki, bu savaşı və bu müharibəni bu tezlikdə biz qazanaq və artıq bu cinayətkar rejimi yerində otudaq.